Orası. Salam değerli dostlar, her vaxtınız xeyir. Biz bugün bu müqəddəs yerdəyik. Bura Bakının en görkəmli yerlərindən biri olan Dağüstü Park, Çəmbərkənd qəbristanlığının, köhnə Çəmbərkənd qəbristanlığının ərazisi indiki Dağüstü Park və 1-ci Şəhidlər Xiyabanımızın sol tərəf girişindən gələrkən sol tərəf girişində olan Türk şəhidliyidir. Bura biz tez-tez gəlirik. Ən çox da 15 sentyabr Bakının azadlığı günündə hər zaman gəlib buranı ziyarət eləyirik. Amma bugün başqa bir məqsədlə gəlmişik. Burada Nuri Paşa və silahdaşlarının 15 sentyabr məsələsinə aydınlıq gətirin. Hamınız bilirsiniz, mən bir daha təkrar edeyim. Bakını daşnaq və erməni və rus birləşmələrindən, daşnaqlardan azad eləmək üçün Nuri Paşa və silahdaşları birlikdə gəlib azad eləmişdilər və azad eləyərkən şəhid olmuşdular. 1130 nəfər Türk şəhidimiz şəhidimizin xatirəsinə ucaldılmış abidədir bura. Və bugün 29 Ekim, 29 oktyabr Türkiyədə Cumhuriyyət gününün elan olunması, Cumhuriyyət gününün bayramıdır. Cumhuriyyətinin elan olunmasıdır. Və bu məqsədlə bugün biz buranı bir daha ziyarət elədik. Çoxlu ziyarətə gələnlər var. Biz sadəcə buranın biraz boşalmasını gözlədik. Və Türkiyəmiz üçün Cumhuriyyətin mübarək demək istəyirəm. Davamlı olsun, zəfər günlərimizin sayı çox olsun, bütün şəhidlərimizi, torpağımızın hər qarışı uğrunda şəhid olan hər bir kəsi dərin hüzur, ərəzsiz sevgi, acizanə minnətdarlıq, sonsuz rəhmətlə anılır. Sağ olun, Allah'a emanet olun. Muhammed Emin Resulzade. Kabri Ankara'dadır. Ziyaret etmenizi isterim. Benim de adımdan bir dua edin, oraya gidersiniz. Azerbaycan bağımsız, Çarlıq Rusiyasından.
1813-28 senelerində Gürcistan və Türkmençay anlaşmaları sonucu Azərbaycan ikiyə ayrıldı, ikiyə bölündü. Kuzey Azərbaycan, Güney Azərbaycan. O zaman tarihte geçer. Bunu neden anlatıyorum? Bu önemli püf noktadır. Güney Azerbaycan, Kuzey Azerbaycan, Rusya, Çarlık Rusya dönemine, Güney Azerbaycan önce Kacar Türk Devleti, yani anlaşma Kacar Türk Devleti ile Rusya arasında yapılır. Ama sonradan Kacar Türk Devletleri çökmüş, daha sonra yönetime İran geçmiştir. Ve İran'da kalmıştır Güney Azerbaycan. Kuzey Azerbaycan 1918 senesinde bağımsızlığını kazandı. Ama tabii ki ismi Kuzey Azerbaycan olarak geçmedi. Azerbaycan Halk Cumhuriyeti. Doğuda ilk demokrasi devlet. 1918-28 Mayıs. Bu ilan Gürcistan'ın başkenti Tiflis'te yapıldı. Dersiniz neden Tiflis'te? Başkenti olarak Gəncə şehri. Bizim ikinci en büyük şehrimiz. Biz ona Batı'nın, Azerbaycan'ın batı bölgesinin en büyük şehri diyoruz. Ki bu arada 2. Karabağ Savaşı'nda en büyük füzeleri Ermeniler oraya atmışlar. Çok stratejik bir şehirdir. Mesela şu, yeni bir devlet.